Dəyərli müəllimələr, bu günləri sizlər üçün təfəkkür mövzusunu, məntiqi təfəkkür mövzusunu, məntiq xətaları, məntiqi düşünmənin mövzularının izahını verəcəm. Bilirik ki, təfəkkür üç cür olur. Məntiqi təfəkkür, tənqidi təfəkkür və yaradıcı təfəkkür. Bugün sizlər üçün məntiqi təfəkkür izah edəcəm. Gələn dərslərdə həm tənqidi, həm də yaradıcı təfəkkürü. Məntiqi təfəkkür nədir? Gəlin əvvəlcə buna baxaq. Məntiqi təfəkkür insanın məlumatları qaydalı, əsaslandırılmış şəkildə təhlil etməsi, faktlar arasında əlaqə qurulmasıdır, səbəb-nəticə münasibətlərinin müəyyənləşdirilməsidir, əsaslı nəticəyə gəlmə bir prosesdir. Yəni məntiqi təfəkkür insanın yalnız məlumatı yadda saxlamır. Yəni, məlumatın doğru olub olmadığını yoxlayır, nəyə əsaslandığını, əvvəlki nəticədənmi, fikirlərdən də çıxıb çıxmadığını yoxlayır. Məntiqi təfəkkürün əsas xüsusiyyətləri onlardır ki, faktlara əsaslanmaq, ardıcıllığı qorumaq, səbəb-nəticə əlaqəsi, nəticəni ayırmaq, sonra dəlilləri, arqumentləri dəstəkləmək, alternativləri nəzərdən keçirmək məntiqi təfəkkürün xüsusiyyətləridir. Bax, sizə bir nümunə deyim. Məsəl üçün, şagird tapşırığını yerinə yetirməyib. Yerinə yetirməyibsə ağlımıza gəlir, fikirləşirik ki, məntiqi yanaşmadan fikirləşirik ki, müəllim dərhal fikirləşir, şagird məsuliyyətsizlik edib, bu fikrə gəlmir dərhal. Əvvəlcə səbəbini araşdırır. Bəlkə tapşırığı başa düşməyib, bəlkə vaxt kifayət etməyib, vaxt çatmayıb, bəlkə hansısa bir problemi olub, texniki bir problemi olub və yaxud da başqa səbəbi var. Sonra bundan uyğun bir nəticə çıxarır. Sonra, bəs məntiqi düşünmə nədir? Məntiqi düşünmə insanın qarşısındakı problemi və yaxud da hər hansı bir məlumatı müəyyən qaydalar arasında düşünərək nəticəyə gəlməsidir məntiqi düşünmə. Yəni, sual vermək, məlumatı müqayisə etmək, əlaqələri tapmaq, fərziyyələri yoxlamaq, qərar vermək bunlara aiddir. Məntiqi düşünmənin məqsədi sadəcə tez cavab vermək deyil. Əsas məqsəd odur ki, məntiqi düşünmədə verilmiş məlumatlardan mümkün qədər düzgün, əsaslandırılmış nəticə çıxarmaq. Buna görə də məntiqi düşünən insan bunu necə bilirik, dəlili nədir və başqa izahlar mümkündür kimi suallar verir. Gəlin, məntiqi düşünmənin əsas növlərinə baxalım. Birinci, induktiv düşünməyə baxaq. İnduktiv düşünmə nədir? İnduktiv düşünmə xüsusi müşahidə və ya nümunələr üzərində ümumi nəticəyə keçiddir. Məsələn, bir